o bina tikildi, oradan buradan da bina tikilsin. Burada yaşayanların onda havasızlığı necə olacaq? Yəqin ki, alınıb ki, hasar alınıb da. Paytaxtın 9-cu mikrorayon Mircəlal küçəsi 241 ünvanındayıq. Sakinlərin qaynar xəttimizi ünvanladığı şikayət əsasında bura gəlmişik. Belə ki, onlar gördüyünüz bu ərazinin hasarlanmasından şikayətçidirlər. Ərazi çəpərlənib, yalnız gediş-gəliş üçün kiçik bir yol qoyulub. Sakinlər bildirirlər ki, hazırda bu ərazidə ağaçların qurudulduğundan ehtiyat edirlər. Onlar düşünürlər ki, həmin bu yerdə ağaçlar qurudulacaq və yerində hansısa bir obyekt tikiləcək. Biz də məsələni aydınlaşdırmaq üçün sözügedən ünvana gəlmişik. Mən həmişə deyirəm ki, ora bir iki ağacda əkələr, istiqamaya qoyalar, bu sakinlər bir istirahət eləməyə, uşağı, özü, yaşlı adamlar oturmağa bir rahatçılıq olsun. Yaşamaq üçün ağac lazımdır, həyat lazımdır, genişlik lazımdır. Yoxsa elə o bina tikildi, oradan buradan da bina tikilsin. Burada yaşayanların onda havasızlığı necə olacaq? Neçə vaxtdır bura çəpərlənib? Bura elə demək olar ki, bina tikiləndən sonra çəpərlənib. Yəqin ki, alınıb ki, hasar alınıb da. Nəsə tikiləcək yerində? Yəqin ki, nə? Bura geniş olardı, nə bilim cəmaatın rahatçılığı üçün, özümüzün rahatçılığı üçün. Belə darısqalçılıq olur, cəmaat əziyyət çəkir. Bilinmir ki, niyə hasarlanıb bura? Yox, bilinmir, yox. Qalıb elə-beləncə başlı-başına. Sakinlərin bəziləri isə ərazinin arxa tərəfdə yerləşən 144 nömrəli orta məktəbin stadion olduğunu bildirdi. Bura idman yeri olubdur, stadion olubdur. Məktəbin stadionu baxımsız vəziyyətdədir. Məsələni aydınlaşdırmaq üçün sözügedən məktəbə üst tutduq. Məktəbin direktor müavini ərazinin təhsil ocağına aid olduğunu təsdiq etdi. Ora bizim məktəbin stadionudur. Orada heç kim gəlib heç nə tikə bilməz. Gözləyirik məktəbimiz təmirə düşsün. Məktəbimiz təmirə düşəndə o stadionda bizim stadionumuz o təmir olunub bizə veriləcək. Sonra 144 nömrəli tam orta ümumi təhsil məktəbindən bildirildi ki, sözgedən ərazidə hər hansı tikinti işi aparılmır. Mövcud ağaclar yerindədir. Quruyan ağac budaqlarının ərazidən götürülməsi ilə bağlı da aidiyyatı qurumlara müraciət ünvanlanıb. Bu sahədən uzun illər məktəbin stadionu kimi istifadə edilib. Ərazi məktəb hüdudlarının müəyyənləşdirilməsi və şagirdlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə əvvəlki illərdə hasara alınıb. Qeyd edək ki, məktəb ümumi təmirə ehtiyacı olan təhsil müəssisələri siyahısına daxil edilib. Qarşıdakı illərdə məktəbin əsaslı təmiri aparılacağı təqdirdə stadionun da yenidən qurulması nəzərdə tutulur. Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyətinə sorğu ünvanladıq. Qurum sözügedən ərazinin təhsil müəssisəsinin balansında olduğunu bildirdi.